Səsini qaldırmayan bir insan tipi var. Hətta dünya dağılırmış kimi görünsə belə onlar mübahisə etmir, panikaya düşmür, haqlı olduqlarını sübut etməyə tələsmirlər. Sadəcə nəfəs alırlar. Hər kəs xaosu anlamağa çalışarkən onlar sakitcə müşahidə edirlər. Sanki bu fırtınanı əvvəllərdə yaşamış biri kimi. Yəqin ki, sən də belə bir insanla qarşılaşmısan. Elə bir insan ki, sanki sakitlik özü onu qucaqlayıb, nə baş verirsə versin, o sakit, sabit, möhkəm və toxunulmaz qalır. Əgər heç düşünmüsənsə ki, niyə bəzi insanlar sakit qala bilir, digərləri isə sanki qaynayır, cavab düşündüyündən daha dərindir. Sakitlik, həqiqi sakitlik duyğuların olmaması deyil. Bu, duyğunun anlayışla qarşılaşdığı anda baş verən haldır. Bu insanlar hiss etmir deyə deyil, hiss edirlər, sadəcə artıq əvvəlki kimi reaksiya vermirlər. Kifayət qədər gördükdən, kifayət qədər incidikdən və panikanın heç nəyi həll etmədiyini anladıqdan sonra idarə edə bilmədiyin fırtınalarla mübarizə aparmağı dayandırırsan. Bunun əvəzinə yağışın altında dayanmağı öyrənirsən. Sakit insanların psixologiyası budur. Onlar belə doğulmayıblar, belə olublar. Həmişə sakit görünən insanlar bir vaxtlar elə deyildilər. Onlar çox düşünən idilər, həddindən artıq qayğı göstərirdilər. Hər şeyi idarə etməyə, düzəltməyə, hamını razı salmağa çalışırdılar və hər dəfə eyni dərsi öyrənirdilər. Həyat nə qədər çalışsan da sənin iradənə əyilmir. Bir nöqtədə okeanı idarə etməyə çalışmağı dayandırır və üzməyi öyrənirsən. Sakitlik budur, laqeydlik deyil, emosional müdriklikdir. Psixoloqlar bunu emosional tənzimləmə adlandırırlar. Amma bu ifadə onun ruhunu tam əks etdirmir. Bu, sadəcə duyğuları boğmaq və ya hər şey qaydasındadır kimi davranmaq deyil. Bu, duyğunu o qədər dərindən anlamaqdır ki, artıq o səni idarə etmir. Sakit insanlar duyğusuz deyil, duyğuların dilini bilirlər, zehinlərinin dilini öyrəniblər. Qəzəbi partlamadan, kədəri batmadan, qeyri-müəyyənliyi isə tarazlığı itirmədən yaşaya bilirlər. Çünki içlərində bir səs pıçıldayır, bu da keçəcək. Bu səs kör optimizm deyil, xatirədir. Onlar ən ağır anların belə keçdiyini biləcək qədər yaşayıblar. Bilirlər ki, panika sağalmanı sürətləndirmir və sülh nəzarətdə yox, qəbul etmədə tapılır. Çoxları sakit insanları səhv anlayır, sakitliyi soyuqluq kimi görürlər. Halbuki bu çox vaxt mərhəmət deməkdir. Sakit insanlar başqaları panikada olanda onların yanında yer saxlayanlardır. Onlar hər şey yaxşı olacaq deyəndə bunu ürəkdən deyirlər. Çünki bilirlər ki, xaos qalıcı deyil. Burada səssiz bir güc var. Bu, özünü saxlamağın gücüdür. Hər döyüşün enerjiyə dəymədiyini, hər təhqirin cavab tələb etmədiyini, hər fırtınanın qorxuya layiq olmadığını bilməkdir. Bu, instinktlərin savaşmaq istəyəndə belə sülhü seçməkdir. Bəzi insanlar niyə bu mərhələyə çatır, digərləri isə daim boğulur. Cavab beynin qorxu və emosional reaksiya mərkəzi olan amigdala ilə bağlıdır. Zehnini daim məşq etdirən və ya emosional olaraq ağır təcrübələr yaşayan insanlarda bu mərkəz daha balanslı işləyir. Təhlükəni siqnal verir, amma bütün sistemi ələ keçirmir. Beynin rasional hissəsi vaxtında müdaxilə etməyi öyrənir. Başqa sözlə, sakit insanlar hisslə reaksiya arasında fasilə qoymağı bacarırlar. O fasilə onların gücüdür. Mübahisə zamanı onları incidəcək söz eşidib dərhal cavab verməmək, qeyri-müəyyənlikdə sükutu doldurmağa ehtiyac duymamaq, dünya səsküylü olanda belə öz düşüncələrini eşidə bilmək, bunlar hamısı o fasilənin nəticəsidir. O sakitlik anında müdriklik yaşayır. Sakit insanlar çox vaxt bunu kitablardan və ya terapiyadan öyrənməyiblər. Onlar bunu ürək ağrısı, məyusluq və tələsi reaksiyaların vəziyyəti daha da pisləşdirdiyini anlayaraq öyrəniblər. Bir nöqtədə öz xaoslarından yorulublar. Həddindən artıq reaksiya verməkdən, peşman olmaqdan, izah etməkdən yorulublar. Sülhün haqlı olmaqdan daha vacib olduğunu anlayıblar. Gərginlik artanda qışqırmaq əvəzinə susmağı, günahlandırmaq əvəzinə nəfəs almağı, kin saxlamaq əvəzinə buraxmağı seçirlər. Amma bu sakitlik asan qazanılmayıb. Bəzən onların içində heç kimin görmədiyi fırtınalar var. Onların sakitliyi ağrının içində formalaşıb. Onlar tək başına ağlayıblar. Dəyərlərini sorğulayıblar, görünməyənləri hiss ediblər və bütün bunların içində anlayıblar ki, sülh asan həyatın mükafatı deyil. Bu, emosional xaosun artıq sənə xidmət etmədiyini anladıqda qurduğun intizamdır. Sakit insanlar fərqli düşünürlər.
onları impuls yox, perspektiv yönləndirir. Təsdiq axtarmırlar, məna axtarırlar. Haqlı olduqlarını sübut etməyə ehtiyac duymurlar. Anlamağı üstün tuturlar. Çünki anlayıblar ki, hər şeyə reaksiya vermək insanı hər şeyin əsirinə çevirir. Nə qədər sakit olsan, bir o qədər azad olarsan. Psixologiyada buna cavab elastikliyi deyilir. Yəni reaksiyanı seçmək bacarığı. Sakit insanlar bunu ustalıqla bacarırlar. Onlar duyğunu boğmurlar, yönləndirirlər. Enerjinin içlərindən keçməyinə icazə verirlər, amma onun onları dağıtmağına imkan vermirlər. Buna görə də böhran zamanı möhkəm görünür, amma sonra tək qaldıqda boşalırlar. Bu saxtalıq deyil, bu zamanlamanı anlamaqdır. Hiss etməyin də, hərəkət etməyin də öz zamanı var. Onların sakitliyi maska deyil, güclü küləklərdə belə istiqamət göstərən daxili kompasdır. Sakit insanlar hadisələrə də fərqli baxırlar. Başqaları xaos görəndə onlar naxış görür. Başqaları problem görəndə onlar dərs görür. Başqaları sonluq görəndə onlar dəyişimin içində gizlənmiş başlanğıc görür. Onlar böyük mənzərəni görməyi öyrəniblər. Buna görə itki yaşadıqda belə bəlkə də belə olmalı idi deyə bilirlər. Bu inkar deyil, təcrübədən doğan perspektivdir. Onlar həyatın idarə olunmaz hissəsini qəbul ediblər. Hər şeyi nəzarətdə saxlamağa çalışmaqdan vaz keçiblər. Məhz o boşluqda sülh başlayır. Sakitlik laqeydlik deyil, anlayışdır. Hər duyğunu ifadəyə, hər düşüncəni diqqətə, hər vəziyyətin enerjiyə layiq olmadığını bilməkdir. Çünki enerji onlar üçün müqəddəsdir. Sakit insan artıq həyatla savaşmır. O, hər mübahisəni udmağa, hər nəticəni idarə etməyə çalışmır. O, həyatın açılmağına icazə verir. Sakitliyin sirri güvəndədir. Nə olacağını bilmək deyil, nə olursa olsun öhdəsindən gələcəyinə inanmaqdır. Bu inam egodan yox, təcrübədən doğur. Kifayət qədər fırtınadan sağ çıxmaqdan. Sakit insanlar yüksək səslə deyil, varlıqları ilə güvən yayırlar. Onların yanında özünü təhlükəsiz hiss edirsən. Çünki enerjiləri deyir, tələsməyə ehtiyac yoxdur. Mübarizə aparmağa məcbur deyilik, sadəcə ola bilərik. Sakit qalmaq asan deyil. Ən sakit insanlar belə bəzən balansını itirir. Amma fərq ondadır ki, onlar sakitliyə geri dönməyi bacarırlar. Həqiqi sakitlik heç vaxt sarsılmamaq deyil, hər dəfə yolunu tapmaqdır. Duyğular divar deyil, dalğadır. Onların gəlməyini dayandıra bilməzsən, amma üzməyi seçə bilərsən. Sakit insanlar həyatın yüksəliş və enişlərini zərifliklə yaşayırlar. Bir dalğanın bütün okeanı müəyyən etməyinə icazə vermirlər. Sakitlik doğuşdan gələn xüsusiyyət deyil, bu böyüdükcə qazandığın bir haldır. Nəhayət anlayırsan ki, məqsəd mükəmməl həyat deyil, sakit zehindir. Sülh hər şeyi düzəltməkdən yox, öz içində dayanmağı öyrənməkdən gəlir. Sakit insanlar fırtınadan qaçmırlar. Onlar fırtınanın içindəki sakitliyə çevrilirlər. Küləyi idarə etmirlər. Onunla hərəkət etməyi öyrənirlər. Çünki sakitlik boşluq deyil, səssiz doluluqdur, aqressiyasız gücdür, xaossuz duyğudur. Və bu enerjini daşıyan insanlar bizə xatırladır ki, sülh hələ də mümkündür, burada və indi.